Vüqar Biləcərinin bu şeiri zərif, duyğusal və bədii baxımdan olduqca güclü nümunədir. Şeirin mövzusu eşq və gözəllik qarşısında heyranlıq üzərində qurulub. Dinləyək, daha sonra analiz edək. Sümbül eləyim bir-birinə toxuyum saçlarını, bir qaranlıq kitabıymış oxuyum saçlarını. İstədim ətrin alım, bir qoxuyum saçlarını, qara zülfündə donub şanə olub qaldım mən. Sümbül eləyim, biri-birinə toxuyum saçlarını. Burada şair sevgilinin saçlarını taxıl sümbülü kimi görür. Bu bənzətmə çox poetikdir. Sümbül bir-birinə bağlı dənəciklərdən ibarətdir. Şair o qədər heyran olub ki, sevgilinin saçlarına toxunmaq onları sanki sümbül kimi hörmək istəyir. Amma bu toxunuşda həm məhəbbət, həm də təslimiyyət hiss olunur. Bir qaranlıq kitab imiş oxuyum saçlarını. Bu şeirin ən bədii və fəlsəfi misrasıdır. Sevgilinin saçları qaranlıq kitab adlandırılır. Yəni sirli, dərin və anlaşılmaz. Oxuyum deməklə şair bu sirri çözmək, o gözəlliyin mənasını anlamaq istəyir. Amma bu kitab qaranlıqdır. Yəni aşiq nə qədər baxsa da sirri tam dərk edə bilmir. İstədim ətrin alım, bir qoxuyum saçlarını. Bu misrada duyğu dərinləşir. Artıq şair baxmaqla kifayətlənmir, duymaq, hiss etmək, yaxınlaşmaq istəyir. Ətrin almaq və qoxumaq sözləri burada həm fiziki, həm də mənəvi mənada işlənir. Fiziki mənada sevgilinin ətrini duymaq istəyir. Mənəvi mənada isə onun varlığının, ruhunun, mənasının qoxusunu duymaq istəyir. Qara zülfündə donub, şanə olub qaldım mən. Burada artıq emosional kulminasiya baş verir. Şair deyir ki, sevgilinin saçları o qədər cazibədardır ki, onun içində donub qalıb. Yəni aşiq bu gözəllik qarşısında hərəkətsiz, susqun, heyran bir hala düşüb. Şanə olub qaldım ifadəsi çox ustalıqla seçilib. Bildiyimiz kimi şanə, daraq, zülf saç deməkdir. Daraq saçları açmaq üçündür, amma burada o, saçların içində ilişib qalıb. Bu aşiqin artıq öz azadlığını itirdiyini, sevgilinin zülfündə, yəni saçlarında əslində könüllü əsir olduğunu göstərir. Yekun olaraq, bu şeir aşiqin sevgilinin gözəlliyi qarşısında əriyib yox olması haqqında poetik bir etirafdır. Amma bu yoxluq faciə deyil, əksinə, eşqin ali mərtəbəsidir. Sümbül eləyim bir-birinə toxuyum saçlarını, bir qaranlıq kitabıymış oxuyum saçlarını. İstədim ətrin alım, bir qoxuyum saçlarını, qara zülfündə donub şanə olub qaldım mən. Qara zülfündə donub şanə olub qaldım.